Bəs bu bir də sual verəsiydi. Salamlar hər birinizə. Bugünkü qonağımız Nəzrindir. Nəzrin Azərbaycan Dillər Universitetində təhsil aldı. Çünki nərim danışamadı. Olsun da, olsun işte. Okey. Nəzrin, dərslər hansı korpusda olur? Tez-tez korpus dəyişirsiniz, yoxsa bütün dərslərlə bir korpusda olur? Deməli, bizim universitetin 2 korpusu var bildiyiniz kimi. Biri 28-də, biri isə Çapayevdədir. Təbriz küçəsində. Təbriz küçə. Deməli, bizim universitetin 2 belə deyək ki, korpusu var. Bunlardan biri 28 mayda yerləşir, digəri isə Təbriz küçəsində yerləşir. Çapayevdə. Yəni denəndə o Çapayev və Təbriz küçəsi bilirlər. Nərimanov və Gənclik küçəsində yerləşir. Salamlar hər kəsə. Bugünkü buraxılışımızda yaxşı demədim. İndidən başladım. No, hay, və sizdə yadımdan çıxdınız. Fikirləşirdim ki, hər iki kateqoriya üzrə ADA Universiteti ən gözəl seçimdir. Tamam. Əvvəlki ixtisasım Rahat olun, rahat olun. Özünüz üçün mənə bir də siz rahat olun. Bəs universitet ümumiyyətlə seçimi necə oldu? Kriteriyaların hansıları idi? Bu hə, bu yaxşı nəzərdə. İsmail qeyd elədin ki, bəs ümumiyyətlə bu universitet dedim sən sual keçdik. Bayaq deyəcəkdim, bəs sən cavabını verdin hamısına. Xanım, dərslərlə fənlər arasında beynim başlayır. Evet. Yine biraz daha çok değil mi? Yok. Yenə jestləriniz əslində qəşəngdir. Sadəcə bura toxunmalı müddətcə burada eləyə bilərsiniz. Əla. Mən imtahanda 532 bal toplamışdım. Məbləğ qazanırsan təqaüdlə? Hə. Hə, okey, sual. Tam təqaüd. Okey, əla. Pul alırsan da mən. Hə, 4200 evro. Toplam. Əlavə Hər ay verəcəklər, bir də verəcəklər. Yox, bir dəfəlik. Əvvəldə əfərdə verirlər. verirlər. 80 Biz gətirir. 80%-ni çətəndə verirlər, 20%-ni qutaranda verirlər. Deməksiniz, bacısı haqqında Hə, qeyd onu elədik. deyək. Bacısı, nə oldu? Deyirsən, siz tanıyır, yoxsa... Oradan yadan düşdü. Siz vurğulanır. Aysel, Aytacın qardaşıdır. Vurğulamaz ha? Yox. Vurğulamaz. Amma siz deyirsiniz belə. İndi yadıma düşdü. Belə. Bunlar hamısı onun hesabı. Hə, əslində... Yox, mən də belə gözləyirəm. Ay, sən vurğulasıydım, prosto yadımdan çıxdı arada. Salamlar hər kəsə. Bugünkü buraxılmış. Aysel, universitetdə dərslərlə ixtisasın arasındakı belə deyək fənlər dərslərlə ixtisasın. Okay. Biz zaten istədiyim hə, yəni kəsirik o hissələri. Nəsə əlavə etmək istəsən denən yenidən əlavə et. Hamısını videoda biz montaj zamanı Hansısa cümləni, misal üçün səhv dedim ortasında, düşündüyüm ki, daha yaxşı deyə bilərsən, yenidən o cümləni deyə bilərsən, biz onu keçərik. Okey. Səsim patladı, bilmirəm. Qurudum. UNEQ-də biznesin idarə edilməsi ixtisasını oxumaq istəyirlərsə oxusunlarmı, yoxsa sualımı da verirəm, yaxşı olmadı.